Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Dəstəmazın səhih olması üçün bir neçə şərt var. Bu şərtlər ilə mükəlləf bir şəxsin dəstəmazı doğru və dürüst olur, səhih olur. Birinci şərt niyyətdir. Dəstəmaz alan insanın niyyəti sırf Allaha görə dəstəmaz alıram, Allaha qürbət tapmaq üçün dəstəmaz alıram olmalıdır. Əgər məsələn sərinləşmək üçün dəstəmaz alarsa, bu niyyət səhih niyyət deyil. Dəstəmazı da batil eləyir. Yəni dəstəmaz ümumiyyətlə kökündən səhvdir. Niyyətdə gərək ancaq Allah nəzərdə tutulsun. Əgər məsələn hava istidir, su sərindir, deyir dəstəmaz alım sərinləşmək üçün, bu dəstəmaz düz dəstəmaz deyil. Digər bir şərt suyun pak olmasıdır. Su əgər napak olarsa, yəni nəcasətə bulaşmış su olarsa, o suyla dəstəmaz almaq olmaz. Dəstəmaz səhih olmayacaq. Digər bir şərt suyun mübah olmasıdır. Su gərək qəsbi olmasın. Su qəsbi olarsa, o su ilə alınan dəstəmaz ümumiyyətlə əmələ gəlmir. Düz deyil. Digər bir şərt suyun bədənə zərər etməməsidir. Biri əgər mərizdir, xəstədir, məsələn soyuq dəyməsi var, dəstəmaz alanda xəstəliyi əgər şiddətlənəcəksə, zərər eləyəcəksə, o halda dəstəmaz alarsa və xəstəliyi artarsa, bu dəstəmaz düz deyil. Bu dəstəmaz əvvəldən düz deyil. Bunun vəzifəsi dəstəmaz deyil, təyəmmümdür. Salavat Peyğəmbər, Ali Peyğəmbərə.